Yasamal rayonu icra hakimiyyətinin yaxınlığında yeni tikili binada 2 otaqlı mənzil kiraya verilir. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Mirəli Seyidov küçəsində yeni inşa olunmuş hündür mərtəbəli binanın 11-ci mərtəbəsində. Ümumi sahəsi 85 kvadrat olan qanuni 2 otaqlı, tam təmirli və tam əşyalı mənzil ailə olmaq şərti ilə uzun müddətli kirayəyə verilir. Binanın yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Binanın qazı, suyu, işığı daimidir, liftləri işlək vəziyyətdədir. Əvvəldə də bildirdiyim kimi mənzil tam əşyalı olmaq şərti ilə uzun müddətli ailə olmaq şərti ilə kirayə verilir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Mirəli Seyidov küçəsində, məscidin yaxınlığında Musabeyov parkına yaxın bir ərazidə və icra hakimiyyətinə də çox yaxın bir ərazidə yerləşən hündür mərtəbəli binanın 11-ci mərtəbəsində. Ümumi sahəsi 85 kvadrat olan qanuni 2 otaqlı, tam təmirli və tam əşyalı bir mənzildir ki, ailə olmaq şərti ilə uzun müddətli kirayəyə verilir. Binanın yerləşdiyi ərazi 21 nömrəli məktəbə, icra hakimiyyətinə, Musabeyov parkına və bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına və həmçinin bu ərazidə yerləşən bütün yaşayış obyektlərinə də çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, bu mənzilin aylıq kirayə haqqı 850 manatdır. Uzun müddətli ailə olmaq şərti ilə kirayəyə verilir. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.